Sizin düşüncənizlə biz hal-hazırda bütün müasir bir şeyler aradan kaldırmalıyıq. Nə qədər estetik zövq ala Bəy, bilirsiniz? harada xidmət eləmişsiniz, hərbi xidmət? Mən hərbi xidmət etməmişəm. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev, mənim üçün bu günün müasir gənci, müasir dövrümüzdə, müasir Azərbaycanımızın sərhədlərində keşid çəkən əsgərlərdir. Müasir Azərbaycanımızın işğaldakı torpaqlarını 44 günə düşməndən təmizləyən, dünyaya müasir vətənpərvərliyin bariz nümunəsini göstərən şəhid, qazi və döyüşçülərdir müasir gənclər. İngilis dilində dünyanın ən prestijli ali məktəblərində oxuyan, bayrağımızı idman və ictimai arenalarda dalğalandıran, IQ səviyyəsi yüksək olan oğul və qızlarımızdır müasir. Müasirlik keçmişin üstündə xət çəkmək deyil ki, müasirlik küçənin ortasında sevişmək də deyil. Dizləri didik və parçalanmış cins şalvar geyib küçədə gəzmək də deyil. Silikonlaşmış qadın dodağı alınmış kişi qaşları da deyil. Kişinin cinsi azlıqlar kimi əzilib büzülməsi heç deyil. Qadının şişirdilmiş dalı da deyil. Müasirlik öz həyatımdır, özüm bilərəm deyən bir qızın evlənməmişdən qabaq bakirəliyini gecə sevdiyin oğlanın ağuşunda itirmək də deyil. Müasirlik inkişaf deməkdir. Müasirlik keçmişdən müsbət dərs götürüb gələcəyə boylanmaqdır. Əyalət və kənd insanlarına cahil, köhnə, geridə qalmış deyən və özünü müasir adlandıranların mən səhərlər kənd yumurtasından başqa bir şey yeyə bilmirəm, kənd qatığı yeyirəm, kənd südü içirəm deməsi də gülüş doğurur. O gün verilişdə bir psixolog xanım mənə keçmişin nəyə yaxşı deyə, ay Rayət müəllim, o vaxt qız ərə verəndə deyirdilər ki, ata evinə sənin meydin gəlməlidir. Amma o gün toyda çox gözəl bir hadisə şahid oldum. Ata gəlin kösən qızın boynuna bir açar asıb dedi ki, ərə gedirsən, amma unutma ki, boynundakı ata evinin açarıdır. İstədiyin vaxt bu ev sənindir. Bilirsinizmi nədir? O zaman atalar qız ərə verəndə meydin bu evə gəlməlidir deyəndə öz balalarına ölüm arzulamırdılar. Məcazi mənada deyirdilər ki, ailə oyuncaq deyil, onun təməlini sən yüksəltməlisən, onun üçün çarpışmalısan. İndiki qızlar ərə gedəndə boynuna açar assan, sabah əri desə ki, çay gətir, acıq elib boynunda açar da götürüb qaydacaq ata evinə. Bunlar müasirlik deyil, əzizlərim. Ümumiyyətlə, keçmişdə hər şey təbiidir, qida da təbiidir, sevgi də təbiidir, böyüyə hörmət də təbiidir. O zamanlar insanlar da təbiidir. İndi süni mayalanma ilə insanlar da artıq kitayskiləşib. Sevgi də, məhəbbət də kitayskiləşib. O zaman bizim evdən sevdiyim qızcının evinə 1264 addım olduğunu hələ də unutmamışam. İndikələrsə ehtirasın adını sevgi qoyurlar. Bu arada sevgidən söz düşmüşkən, sevgini yaşadan xatirələr də əziz gənclər. Zəlimxan Yaqub deyir ki, baxdımı sınadım atdığım zərlə, nələrlə yaşadım Allah, nələrlə. Yenə qucaqlaşdım xatirələrlə. Bir eşqin közü var xatirələrdə. Əziz gənclər, saf ülvi məhəbbətin qorunması köhnənin qalığı keçmişin əlaməti deyil. Sevginin səsi susaraq danışmaqdır. Sevginin gözü kör, dili laldır. Sevgi gözlərlə danışmaqdır. Sevgi baxışlarla söhbətləşməkdir. Sevgi ayaq səsləridir. Ehtirasa sevgi demək olmaz.